İlginc qayda. Bir gün bir nəfər məşhur alim Sokratın yanına gəldi. Sokrat dərin elmi və ali cənablığı ilə ad qazanmışdı. Alimlə danışıb dedi: "Dostun haqqında nə eşitmişəm bilirsən?" Sokrat təmkinlə cavab verdi: "Gözlə bir dəqiqə. Mənə nəsə demədən əvvəl balaca bir test etmək istəyirəm. Buna 3 filtr testi deyilir." Gəlib adam maraqla soruşdu: "3 filtr?" "Hə," deyə Sokrat cavab verdi. "Dostum haqqında nəsə demədən əvvəl bir dəqiqə fikirləşmək, deyəcəyinizi filtrləmək yaxşı seçimdir. Buna görə də bunu 3 filtr testi adlandırıram. Birinci filtrin adı həqiqətdir. Mənə dediyin şeyin həqiqət olduğuna əminsən?" "Yox," dedi adam. "Əslində bir qədər əvvəl eşitmişəm və düz yaxud səhv olduğunu bilmirəm." "Yaxşı, kifayətdir," dedi Sokrat. Sonra əlavə etdi: "Onda ikinci filtri yoxlayaq. Bu yaxşılıq filtridir. Mənə dostum haqqında yaxşı şey deyə danışacaqsan?" "Yox, əksinə," dedi gələn kişi. "Deməli dostum haqqında mənə pis şey demək istəyirsən. Ancaq onu doğru yoxsa yanlış olduğunu bilmirsən. Deməli belə. Yaxşı, hələ bir testimiz də qalıb. Bu fayda filtridir. Dostumun haqqında deyəcəyi məlumat mənə faydalı olacaq?" Kişi bu dəfə də dedi: "Yox, faydalı deyil." Sokrat gələn adama baxıb dedi: "Mənə dediyin şey nə doğrudur, nə yanlışdır, nə də ki faydalıdır. Onda bunu mənə niyə danışacaqsan?" Yaxşı uşaqlar, nağılımız sona çatdı. Nağılımızı dinlədiyiniz üçün təşəkkür edirəm. Kanalımıza like atıb abunə olmağı unutmayın.